özündən vətənə dək yol keçdi. Karvanı şəhidliyə dək. Şəhidlərin göydədir fəryadı, cismi burada, ruhu üsyandadır. Hər savaşı əskərin yadındadır. Şəhidlərin qanı yerdə qalmaz, qəhrəmanlar heç vaxt unudulmaz. Qələbələr şəhidlərsiz olmaz. Şəhidlər Azərbaycan torpaqları heç vaxt onun elinden gelebilmez. Bizim işgal olmuş torpaqlar mütləq qaytarılacaktır. Cənab Ali Başkomandı, biz söz veririk ki, bütün işgal olunmuş torpaqlarımızda üç rəngli bayrağımız dalğalanacaq. Möhtərəm Cənab Prezident, Cənab Ali Başkomandan, əmrinizə uyğun olaraq məruz edirəm ki, Müdafiənin körpüsü və ərazisi işğaldan azad edilmişdir. Möhtərəm Cənab Prezident, Cənab Ali Başkomandan, əmrinizə uyğun olaraq məruz edirəm ki, Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad olunmuşdur. Hal-hazırda Azərbaycan bayrağı dalğalanmaqdadır. Cənab Ali Başkomandan, sizin rəhbəriniz altında Şuşa şəhəri işğaldan azad edildi. Yaşasın Cənab Ali Başkomandan, eşq olsun Azərbaycan xalqına, Qarabağ Azərbaycandır. Biz bu tarixi qələbəni döyüş meydanında qazandık. 8 noyabr 2020-ci il Azərbaycan tarixində əbədi qalacaq. Bu tarix əbədi yaşayacaq. Bu bizim şanlı qələbəmizin, zəfərimizin günüdür.